Bağışlayan ve mehriban Allah'ın adıyla. Əziz müsəlmanlar, bu gecə təkcə Quran-ı Kərimin nüzulu gecəsi deyil, həm də bütün il boyu baş verəcək işlərin, qismətlərin, ölüm və həyatın, ruzi və bəlanın təqdir olunduğu gecədir. Bu gecə mələklərin və ruhun yeryüzünə endiyi gecədir. İmam Muhammed Baqir Aleyhisselam buyurur ki, and olsun Allaha, Qədir gecəsi hər il yenidən gəlir. O gecədə il boyu baş verəcək hadisələr təqdir olunur. O gecədən sonra Allahın yeryüzündə bir hüccəti, canişini vardır. O hüccət kimdir? O hüccət Əlidir, Həsəndir, Hüseyndir və bugün zamanəmizin imamı İmam Məhdi Aleyhisselamdır. O gecə olan təqdirlər, mələklərin yeryüzünə enməsi, bütün bunların hamısı imamın müqəddəs varlığı və vücudu ilə əlaqədardır. Ramazan ayının 21-ci gecəsi Həzrəti Əli Aleyhisselamın şəhadətə qovuşduğu gecədir. Məhz bu zaman idi ki, Həzrəti Əli Aleyhisselam buyurdu ki, and olsun Kəbənin Rəbbinə ki, mən nicat tapdım. Bəli, çünki Həzrəti Əli Aleyhisselam Qur'anın danışan diliydi, canlı, natiq Qur'an idi. Biz tarixdən Həzrəti Əli Aleyhisselam kimi pak və müqəddəs bir şəxsiyyətin dünyanın ən xəbis insanı İbn-i Mülcəm tərəfindən şəhadətə yetirdiyini oxumuşuq, eşitmişik. Biz tarixdə İmam Həsən Aleyhisselamın o cür pak və müqəddəs bir varlığın Muaviyyət İbn-i Əbu Sufyan tərəfindən ki, dünyanın ən rəzil insanlarından biriydi, necə onun əli ilə şəhadətə yetişdiyini oxuyub, eşitmişik. Biz tarixdə İmam Hüseyin Aleyhisselam kimi bir məsumun, pak bir müqəddəs varlığın necə xəbis, rəzil, alçaq, zinakar insan olan Yazid İbn-i Muaviyyə tərəfindən şəhadətə yetişdiyini oxuyub, eşitmişik. Bu günlərdə isə biz canlı tarix olaraq Ramazan ayında müqəddəs bir şəxsiyyətin, pak bir varlığın necə xəbis insanlar tərəfindən, əlləri, boğazları xittəyə qədər uşaq qanına aludə olmuş zalimlar tərəfindən şəhid edildiyinin şahidi olmuşuq. Bu gecənin əməllərindən biri də Həzrəti Əli Aleyhisselamın qatillərinə lənət göndərməkdir. Lənət olsun bütün müqəddəs insanları və pak varlıqları yeryüzündən silən, onlara əli qıyan zalimlara, lənət olsun müharibəni yaradanlara, törədənlərə, onu qızışdırıb alovlandıranlara. Alimlərimiz buyurublar ki, Qədir gecəsində 3 mühüm hadisə baş verir. Birincisi 19-cu gecə təqdir gecəsidir. Allah Təbarək və Teala məhz bu gecədə hər bir işin təqdirini, qəzasını birləşdirir. İkinci gecə, yəni bugünkü 21-ci gecə, Qədir gecəsi bölgü gecəsi adlandırılır. Təqdir olunmuş işlər, nemətlər məhz bu gecədə bölünüb paylaşılır. Üçüncü Qədir gecəsi isə imza gecəsidir. Bölünən bu nemətlər və təqdirlər Allahın izni ilə zamanənin imamı tərəfindən təsdiqlənir, imzalanır. Amma bu gecələr həm də dua gecələridir. Bu gecələrdə heç nədən sakit evində oturub yatıb dincələ bilməyən insanları, möminləri, müsəlmanları unutmayın. Başlarına heç nədən yağdırılan bombaların, güllələrin əsarəti altında şəhadətə qovuşan insanları dua eləyin. Müharibələrin sona yetməsi üçün dua eləyin inşallah. Allah imam zamanımızın zuhurunu təcil eləsin.